Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daimi ala a'daihim ecma'in. Qarşıma bir video çıxıb, bir kanal işlədən vəhabilərdən biri, hansı ki o kanalda dəfələrlə onların fırıldaqlarını, yalanlarını ifşa etmişik, şiəyə atdıqları iftiraları, məsələləri necə fırlatdıqlarını, həqiqətləri necə gizlətdiklərini ifşa etmişik və bu kanalın rəhbəri, deməli, bilmirəm indi orada güya hansısa şiə ilə danışır. Orada şiə qardaşımıza zahirən görünür. Deyir ki, açın Qur'an-ı-Kərim və Peyğəmbərin səhih hədislərini, görün haqq nədir, batil nədir. Qardaş, sən olduğun o məzhəbi fikri qoy qırağa, aç Allahın kitabını və Peyğəmbərimizin sallallahu aleyhi və səlləm səhih hədislərini oxu, onda sən görəcəksən ki, haqq nədir, batil nədir. Bütün vəhabiləri zaten dəvət etmişik. Sən də bu dəvətdən istisna deyilsən. Gəl canlıya YouTube üzərindən 5 dəqiqə olmaq şərti ilə 5 dəfə mən, 5 dəfə sən danışaq, nə də yarıda qalsa növbəti dəfələrdə danışarıq. Birinci sahabə ədaləti bəhsini danışaq. Görək ki, sahabə ədalətində Quran və Peyğəmbərin səhih hədisləri nə deyir? Buyur, gözəl, ədəbli, ərkanlı şəkildə dəlillərə istinad edək. Sənin öz səhih bildiyin sünnəyə istinad edəcəyəm və Quran ayələrinə. Gəl, oturaq danışaq canlıda, görək ki, sən Qurana və hədisə söykənirsən, yoxsa öz batil fəhmivə və özünə sərf edən məsələlərə. Sonra deyir ki, Allahın kitabı və Peyğəmbərin sünnəsinə sarılmışıq. Güya vəhabilər Allahın kitabı və Peyğəmbərin sünnəsinə sarılıblar. Əhl-i Beytin yolu biz gedirik, qardaş. Əhl-i Beytin yolu biz gedirik. Əhl-i Beytin yolu siz gedmirsiniz. Çünki biz Allahın kitabına və Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin sünnəsinə sarılmışıq. İkinci mövzu, əgər sahabə ədaləti bəhsindən qaçsan, gəl xəbəriyyə sifətlərini bəhs edəyik. Ondan da qaçsan, gəl tohid şirk məsələlərini bəhs edəyik. Ondan da qaçsan, bax, gəl bu məsələ deyirsən, biz Allahın kitabı və sünnəyə sarılmışıq. Səqələyn hədisi sənin səhih mənbələri və əsasən sənə sübut eləyək canlıda ki, siz Peyğəmbərə və Əhl-i Beytə sarılmamışsınız. Peyğəmbərə, daha doğrusu Qurana və Əhl-i Beytə sarılan insanlar Səqələyn hədisi hansı ki mənbələrimizdə təsih edilib, səhih hesab edilib ki, Peyğəmbər Quran və Əhl-i Beyti tapşırıb. Amma siz və sizin sahabələriniz Əhl-i Beyti kənara qoydular, getdilər Əbu Bəkri, Öməri özlərinin xəlifə seçdilər. Gəl bunu bəhs edəyik. Allah Rəsulü Muhammed sallallahu aleyhi və səlləm əmisi Həmzə üçün, əmisi oğlu Cəfər üçün və ya Əli ibn Əbi Talib üçün və ya nəvələrinin başına gələcəyi Həsən üçün, Hüseynin başına gələcəyi hadisələr üçün haçan Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ağlayıb, sinə döyüb, mərsiyə deyib və ya yas saxlayıb. Aydındır? Yəni, haçan bunu eləyib? Sübut varmı ki, Peyğəmbərimiz belə bir şey edib? Ondan sonra deyir ki, Əhl-i Beyt və Əhl-i Beyt üzvləri və Peyğəmbər nə vaxtdan dünyadan gedən qohumları üçün ağlayıb, mərsiyə deyib, sinə vurub. Bunu da bəhs edə bilərik. Növbə buna da çatar. Sənin öz mənbələrindən sənə sübut edərik ki, bəli, Peyğəmbər sallallahu aleyhi və aleyh ağlayıb, qəmlənib, indi sinə vurub, başqa cür, nə cür eləyibsə, onun hər qövmə görə bir cür üslubu ola bilər. Hər qövm özünə uyğun olaraq, onun misal üçün qəmlənmə, sinəsinə vurmaq, məsələn, adət ola bilər, dizinə vurmaq adət ola bilər, ondan sonra rozu oxumaq adət ola bilər. Bunu Peyğəmbər sallallahu aleyhi və aleyh deməyib ki, məsələn, bunu bu cür edin, bunu da bu cür edin. Yox deyibsə əgər və siz ancaq Peyğəmbərin etdiyini edirsiniz, etmədiyini etmirsinizsə, onda buyur, radiyallahu anhu deyirsiniz sahabələrin haqqında, gəl canlıda bunu bəhs eləyək. Sənə sübut eləyim ki, radiyallahu anhu sözünüz bidətdir. Gəl mənə sübut elə öz səhih mənbələrindən demirsən, Qurana və səhih sünnəyə söykənirik, Əhl-i Beytin yolu ilə gedirik. Gəl Əhl-i Beytin bir üzvindən, öz sahabələrindən, öz səhih mənbələrindən bizə isbat elə ki, Peyğəmbər sallallahu aleyhi və aleyh, Əhl-i Beyt imamları, Ali Əba, Əhl-i Beyt üzvləri və yaxud da hansısa sahabə, hətta Əbu Bəkir, Ömər bir-birinin adını çəkəndə radiyallahu anhu deyiblər. Gəl bunu isbat elə. Bir vəhabi sual vermişdi, mövzudla bağlı cavabını verdik. Hətta bizə qardaşlar dedilər ki, Facebook üzərindən ona yollamışıq. Şərhləri silib və debatdan da qaçıb. Digər bir vəhabi də cavab verməyə çalışdı, fırlatdı öz aləmində. Daha şiddətli cavab aldı və bir dəfəlik susdu, hələ ki susub. Və sən buyur gəl, səni də təklif edirik, buyur gəl, radiyallahu anhu sözünü bizə isbat edir ki, bu bidət deyil. Heç bir sahabələrimiz deməyib bunu, xəlifələr deməyiblər, Əhl-i Beyt üzvləri deməyiblər. Sənin öz alimin, şeyxinin kitabından da dəlil gətirmişik. Siz bidət eləmişsiniz. Əgər səhih sünnə mənbələrində varsa, gətir bir hədis göstər ki, təraddi, razılıq olsun, Peyğəmbər radiyallahu anhu demiş olsun. Salavatda Peyğəmbərin Əhl-i Beytin yanına sahbih bidətini gətirib sahabələrinə salavat deyirsiniz. Gətir bunu Quran ayəsi və yaxud səhih hədislərlə isbat elə.
Sonra bizə deyir ki, 12 imam etiqadı bəsləmisiniz. Quranda hansı ayədə 12 imam var? Sizin etiqadınız ümumiyyətlə Quran-ı Kərimdə yoxdur. 12 imam etiqadı iddia edirsiniz ki, 12 imama iman gətirmək vacibdir. Ümumiyyətlə 12 imam Quran-ı Kərimdə hansı ayədə var? Hansı ayədə Allah Təala bizə Allaha iman gətirin, mələklərinə iman gətirin, peyğəmbərlərinə, kitablarına, axirət gününə, yəni bu imana əmr etməyi kimi hansı bir ayədə Allah Təala bizə imamlara iman gətirməyə deyir? Hansı bir ayədə? Yoxdur belə ayə ümumiyyətlə. Yəni sizin etiqadınız özü batildir. Sən əgər Quranla danışırsansa, bəli, buyur Quran-ı Kərimdə radiyallahu anhu, peyğəmbərin radiyallahu anhu deməsini göstər. Buyur Quran-ı Kərimdə göstər Əbu Bəkirin ümmətin ən üstün şəxsi olmasını, Ömərin ikinci ən üstün şəxsi olmasını. Buyur göstər bütün sahabelər adildir. Quran-ı Kərimdə varmı? Quran-ı Kərimdə varmı bütün sahabelər cənnətli idi? Quran-ı Kərimdə varmı? Gətir göstər. Quranda varmı Əbu Bəkiri qəbul etməyən bidət əhlidir? Gətir göstər. Quranda varmı sahabənin sözünə xilaf deyən, sahabəni söyən kafirdir? Gətir bunları göstər. Sonra deyir ki, bizim hədislərimizdə küfürlər var. Yəni sizin etiqadınız özü batildir. Sizin alimləriniz, sizin kitablarınız, bax Əl-Kəyfis olsun, Bihari olsun, İstibsar olsun, nə bilim fərqi yoxdur. Mən lə yaxdur fərqi olsun. Fərqi bütün kitablarınızı götürün. Sizin kitablarınız elə küfür şeylər danışırlar ki, elə küfür iddialar edirlər ki, bu heç vaxt İslamdan ola bilməz. Yəni baxın, sizin kitablarınızda imamlara Allahlıq xüsusiyyəti verilir. Yəni imamlar hər yerdə görür, səni eşidir, səni izləyir, nə bilim, ruzi verir, idarə edir kainatı, nə. Allaha aid olan bütün xüsusiyyətləri sizin kitablarınız imamlara verir. Bu necə haqq ola bilər? Yəni bu necə İslamdan ola bilər ümumiyyətlə? Yəni sən aç Quran-ı Kərimi, başlayır Allah Subhanahu va Taala o sifətləri özünə aid edib, yoxsa məxluqlarına aid edib? Yəni bu sizin kitablarınızda bu böhtan deyil. Aydındır? Sən öz hədisini qəbul etdiyin kimi biz də öz səhih hədislərimizi qəbul edirik. Ki bu imamdandır, imamın da sözü peyğəmbərin sözüdür. Gələrsən canlıda sənə göstərərək ki, imamlarımız deyiblər bizim sözlərimiz peyğəmbərin sözüdür. Sən necə öz hədisini qəbul edirsən ki, peyğəmbərin sözüdür? Əbu Hüreyrədirsə peyğəmbərin nəql edib inanırıq. Biz də deyirik ki, imamlarımız həmin məntiqlə peyğəmbərdən nəql ediblər və peyğəmbərin sözü də bizə hədisdir, hüccətdir, səhih olduğu halda qəbul edirik və salam. Küfürlərə qalsa gəl canlıda sənin Buxari Müslimdə olan quluvvu, küfürləri göstərim ki, necə Əbu Bəkiri, necə Öməri peyğəmbərin hətta üstünü hesab etmisiniz, necə quluv etmisiniz. Onsuz da quluv bəhslərimiz inşallah olacaq. Bir bəhs qoymuşuq, yenə davam edəcəyik. Gəl sənə həmin küfürləri açaq, səhih mənbələrindən göstərək. Allahın sifətlərini məxluqa verirsiniz deyir. Bəli, Allah Azza və Cəllə mümkündür özündə olan o elm sifəti ki var, hər şey bilir, bəli, bəndəsinə əta eləyə bilər. Bu Allahı, bu bəndəni Allah məqamına qoymaq deyil. Sizin Allah barəsində təsəvvürünüz ümumiyyətlə yanlışdır. Tövhiddə də bu gündəsiniz, başqa məsələlərdə bu gündəsiniz. Niyə görə? Allahın məqamına qaldırmaq bəndəni mümkün deyil bu cür etiqadla, bu cür deməklə. Niyə? Çünki biz deyirik Allah Azza və Cəllə əta eləyib. Allah Azza və Cəllə əta eləyib. Onun izni ilə, biiznillah bəndə hər bir şeyi eşidə bilər, hər bir şeyi bilə bilər. Bəli, hətta biiznillah Teala Allah ona qüdrət versə, ölünü də dirirlər, kainatı da idarə edir, hər bir şey eləyə bilər. Niyə eləyə bilməsin ki? Bunun əksi Quranda, hədisdə varsa buyur. Demirsən Quran, buyur Quranda bunun əksini izah elə görək, bunun əksi Quranda var, yoxsa yox. Çəkinmirsənsə, qorxmursansa, dürüstsənsə, Allahın kitabında peyğəmbərin səhih sünnəsinə isnad edirsənsə, buyur gəl. Canlıda 5 dəqiqə danışaq. 5 dəfə olmaq şərti ilə, nə də yarıda qalar növbəti bəhslərə davam etdirərik. Birinci mövzu sahabə ədalətidir. Çox Quran, hədis, kitab, hədisə, sünnəyə söykənirik deyirsən, buyur gəl. Kitab və sünnə ilə isbat elə ki, sən bütün sahabələr adildir, bütün sahabələr behişt əhlidir, bütün sahabələr nə bilim pak insanlardır, Allah hamısına razıdır. Buyur bunu Quranla və sünnə ilə, səhih sünnə ilə isbat eləyək. Mən də sənə bunun əksini inşallah isbat edeyim. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.